Bu il Cənub bölgəsində keçən soyuq şaxtalı hava ilə bağlı əhali sektorunda 20-yə yaxın su sayğacını şaxta vurub. Həmin sayğaclar dərhal operativ olaraq dəyişdirilib, vətəndaşlar içməli su ilə tam təmin olunublar. Bu işlər Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Astara Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən həyata keçirilib. İdarənin balansında 4519 hektar suvarılan əkin sahəsi mövcuddur. Ötən ildə rayon ərazisində ümumilikdə 20.000 paqonometrdən çox təmizlənmə işləri aparılıb. Bu da suvarma kanallarında suyun maneəsiz axınını təmin edib. Su itkisinin qarşısı alınıb. İl ərzində kanalların lil və palçıqdan təmizlənməsi işində 42.000 paqonometr, əllə çay məcralarında kol-kosların təmizlənməsi ümumilikdə 50.000 paqonometrdən çox təmizləmə işləri aparılmışdır. Cari ildə ilin əvvəlindən başlayaraq deməli kanalların lil və palçıqdan təmizlənməsi işlərində 5 kilometrdən çox kanal lil və palçıqdan təmizlənmiş, 500 paqonometrdən çox texnikanın girə bilmədiyi yerlərdə beton kanallar lil və kol və koslardan təmizlənmişdir. Astara rayonunda fermerlər daha çox sitrus meyvələri yetişdirir, yeni çay plantasiyaları salır və çəltik əkirlər. Hər il olduğu kimi bu ildə fermerlər bu istiqamətdə öz işlərini davam etdirəcək. Buna görə də Astara Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi əməkdaşları işlərini 2 qat artırıb. 2025-ci ildə İçməli su təsərrüfatında baş vermiş qəzaları dərhal aradan qaldırılması işləri həyata keçirilmiş. Əhali su ilə demək olar ki, fasiləsiz təmin olunmuşdur. Rayon üzrə 4484 abonent vardır. Həmin abonentlər sayğaclaşma 100% həyata keçirilmişdir. 29,1 kilometr magistral xətti mövcuddur. 108,9 kilometr şəbəkə daxili şəhər şəbəkəsi mövcuddur. Qeyd edək ki, hazırda idarənin balansında olan 2 ədəd 5000 kub metrlik su anbarının manevr otağının yuyulması və su anbarının dezinfeksiya işlərinin aparılması həyata keçirilir. Nasos stansiyasının həyətində isə abadlıq işləri görülür.